Turantovuzun kapitanı Faiq Hacıyev Premyer Liqada 100-cü oyununu keçirib. Onun yubileyi Karvan Yevlaxla maçda təsadüf edib. 25 yaşlı müdafiəçi iki klubun formasını geyinib. 2019-2020-ci il mövsümündə Qəbələ forması ilə Premyer Liqada debüt edən Hacıyev qırmızı qaralarla 6 oyuna çıxıb. O keçirdiyi 100 qarşılaşmada 3 gol vurub. Qeyd edək ki, Faiq turnirin tarixində 100 və daha çox oyun keçirən 451-ci futbolçu olub. Sabah Premyer Liqada 50-ci ev qələbəsini qazanıb. Bu, Misli Premyer Liqasının 19-cu turuna təsadüf edib. Paytaxt təmsilçisi Araz Naxçıvanı 4-1 hesabı ilə məğlub edib. Bakı klubu 50-yə 115-ci matçında çatıb. Sabah turnirin tarixində öz meydanında ən azı 50 qələbə qazanan 18-ci komanda olub. Misli Premyer Liqasının 19-cu turunda İmişlinin qonağı olan Kəpəzin heçəsəsiz oyunlar seriyası qırılıb. Qərb təmsilçisinin son heçəsəsi 2025-ci il mayın 4-də Neftçi ilə görüşdə qeydə alınmışdı. Sonraki 21 maçda 5 qələbə və 16 məğlubiyyət qeydə alınıb. 281 gündən sonra qırılan bu seriya son 13 ilin rekordudur. Misli Premyer Liqasının 19-cu turunda Karvan Yevlağı qəbul edən Turantovuz 1-0 hesabı ilə qalib gəlib. Bu, klub tarixinə Premyer Liqadakı 25-ci qələbə kimi düşüb. Qərb təmsilçisi 63-cü ev sınağında 25-ə çatıb. Tovuz klubu ölkə çempionatlarında ən azı 25 ev qələbəsi əldə edən 30-cu komandadır.